sahədə, istər təlim olsun, istər psixologiya olsun, pedagogika sahəsi olsun, bəli, lazımdır. Amma birinci peşənizə xəyanət etməyin. Pula görə hər şeyə getməyin. Bu məsələdə tarazlığı qorumağa çalışın. Çünki mən tez-tez rastlaşıram, valideynlər mənə yaxınlaşır, görüşlərdə olurum. İndi autizmlə də bağlı məsələlər var. Ümumiyyətlə, dünyada belə bir tendensiya gedir. Getdikcə xəstə uşaqların, biraz fərqli formada deyək, sağlamlıq məhdudiyyəti olan uşaqların sayı dünyada artır və artacaq. Bunun müxtəlif səbəbləri var. Və biz də çalışmalıyıq ki, bu insanların cəmiyyətə adaptasiyasını, uyğunlaşmasını düzgün bir formada həyata keçirə bilər. Ona görə burada diaqnozun qoyulmasıdır. Mən çox da negativlərə getməyəcəm. Məsələn, mənə gəlir, getdim falan psixologun yanına və mənə belə bir məsləhət verdi və baxırsan ki, məsləhətin özündə müəyyən problemlər var, yanlışlar var. Yəni, mən bu arada o qədər də çox demək istəmirəm, amma bir hadisəni qısa formada deyəcəm. Yəni, mən düşünürəm ki, buna ehtiyac var, problemləri qaldırmalıyıq. Bir xanım yaxınlaşdı ki, həyat yoldaşı dünyasında itirir, bir xanım ənənəvi ailənin nümayəndəsidir, dəyərləri var, prinsipləri var. Psixologun yanına gedən kimi və bu adam ona deyir ki, mənim sizin dəstəyinizə ehtiyacım var, mən yaxınlarda yoldaşımı itirmişəm, bizim ailəmiz belə olub, falan olub və o olub və mən sizdən kömək istəyirəm. Və psixologun ona ən birinci məsləhəti olub ki, sən mütləq özünə gedib ikinci bir insan tapmalısın. Yanaşmalar fərqli ola bilər, amma bu ailənin, bu xanım ona görə bura gəlməyir. Yəni, ona görə bu məsələlərdir. Və ya bir gənc mənə yaxınlaşmışdı ki, mən İslam qaydalarına əməl edən bir insanam, getmişəm psixologun yanına, mənə israrla qeyri-sağlam həyat tərzini təşviq edir. Ki, sən mütləq özünə bir qız tapmalısan, mütləq sən belə eləməlisən, falan olmalısan. Ona görə mən onun üzərində bir daha dururam ki, yəni dəyərlər çox önəmlidir, prinsiplər çox önəmlidir. Bilirsiniz, bizim hər birimiz zaman-zaman həyatımızda sarsıntı yaşaya bilər. Bundan heç kim istisna deyil. Amma biz düzgün mövqedə olmalıyıq, düzgün yanaşmalı olmalıyıq. Biz dəyərləri olan cəmiyyətik. Ailə dəyərləri bizim üçün önəmlidir, insanlıq dəyərləri bizim üçün önəmlidir.